Salam dəyərli izləyicilər, bugün Dəyərli Liseyində hazırlaşan 5-ci siniflər üçün bir sualın izahını sizinlə bölüşəcəm. İndi isə keçid alaq sualımızın izahına. Sualın şərtində qeyd olunub ki, uyğunluq pozulmuşdur. Yəni biz bu variantlardan səhv olan variantını tapmalıyıq. A variantda qeyd olunub ki, 15-ci əsrdə Azərbaycanda dövlət qurmuşdu Uzun Həsən. Bəli, bu doğru variantdır. Çünki 15-ci əsrdə Uzun Həsən Qaraqoyunların varlığına son qoyaraq paytaxtı Təbriz olan yeni bir dövlətin əsasını qoymuşdur. Ona görə biz bu variantı çıxırıq. B variantında qeyd olunub ki, Ağqoyunlu ordusunun əsasını təşkil edərək süvarilərdə toplanırdı tərəkəmə elatlarından. Bəli, məhz Ağqoyunlu qoşunlarının əsasını tərəkəmələrdən toplanmış elatlar təşkil edirdi. Yəni, bu da doğru variant olduğuna görə bunun üzərindən xətt çəkirik. C variantında qeyd olunub ki, 15-ci əsrin 20-ci illərində Qara Yusif ən güclü rəqiblərindən idi Elxanilər. 15-ci əsrdə Qaraqoyunlu dövləti mövcud olub. Lakin Elxanilər dövləti Azərbaycanda 13-14-cü əsrlərdə mövcud olduğuna görə burada uyğunluq pozulmuşdur. Yəni bizim sualımızın doğru variantı C variantı olacaq. Digər variantlara baxaq. D variantında qeyd olunub ki, Ağqoyunlu və Osmanlı dövlətlərinə aid ümumi cəhətdir Türk-Müsəlman dövlətləri olmaları. Bəli, Ağqoyunlular da Türk-Müsəlman dövlətidir, Osmanlı da. Yəni bu hər ikisi üçün oxşar cəhətdir. D variantında çıxırıq. E variantında qeyd olunub ki, 9-cu yüzillikdə Bərdə şəhəri hakimiyyəti altındaydı Ərəb xilafətinin. İlk olaraq onu qeyd etmək lazımdır ki, Ərəb xilafəti 7-ci əsrdən başlayaraq Azərbaycan torpaqlarını işğal etmişdir və 8-ci əsrdə artıq Albaniya dövləti də ərəblər tərəfindən işğal edilmişdir və həmin dövrdə də Bərdə albanların paytaxtı olduğuna görə məhz Bərdə də ərəblərin hakimiyyəti altına düşmüşdür. Yəni burada doğru variant olduğuna görə burada uyğunluq pozulmuşdur məhz C variantına. Yəni sualımızın variantı C variantı.